Sosial şəbəkə platformalarında Azərbaycanda fəaliyyət göstərən Bolt taksi şirkəti ilə bağlı yeni iddialar gündəmə gəlib. Paylaşılan məlumatlara görə kart ödəniş üsulunu seçən müştərilərin sifarişlərini qəbul etdikdən sonra əsassız şəkildə ləğv edən sürücülərin hesabına müəyyən məbləğdə cərimə tətbiq olunur. İddialara əsasən şirkət bu addımı müştəri məmnuniyyətini qorumaq və platformanın sabit işləməsini təmin etmək məqsədi ilə atıb. Kart ödənişli sifarişlərin ləğv edilməsi həm istifadəçilər arasında narazılıq yaradır, həm də xidmətin keyfiyyətinə mənfi təsir göstərir. Məsələ ilə bağlı RTV-nin sorğusuna cavab olaraq Bolt şirkətindən bildirilib ki, əsas məqsəd tətbiq vasitəsilə həm xidmət göstərən sürücülər, həm də sərnişinlər üçün təhlükəsiz və rahat səfər təmin etməkdir. Bolt tətbiqi vasitəsilə sifariş olunan səfərlərin ödənişi həm kart, həm də nağd şəkildə həyata keçirilə bilər. Sürücü tərəfindən səfərin kart ödənişi olduğu üçün ləğv edilməsi qəbul olunmazdır. Bu kimi hallarda sərnişindən tətbiq vasitəsilə şikayət etməsi xahiş olunur. Şirkətdən bildirilib ki, Bakı və Abşeron yarımadasında fəaliyyət göstərən tərəfdaş sürücülər üçün erkən nağdlaşdırma funksiyası aktiv edilib. Bakı və Abşeron yarımadasında fəaliyyət göstərən tərəfdaş sürücülər üçün erkən nəqdləşdirmə funksiyasını aktiv edib. Bu yenilik sayəsində sürücülər qazandıqları vəsaiti həftəlik ödənişi və hesablaşmanı gözləmədən gündəlik olaraq nəqd şəkildə öz bank kartları vasitəsilə əldə edə bilirlər. Hal-hazırda sürücülərin kart sifarişlərini rədd etmək üçün heç bir əsaslı və haqlı səbəbləri yoxdur. Şirkət qeyd edib ki, sürücü tərəfindən sadallanan hallar baş verdikdə və araşdırma nəticəsində təsdiqləndikdə Boltun şərt və qaydalarına uyğun olaraq hər bir imtinaya görə 50 manata qədər maliyyə sanksiyası tətbiq oluna bilər. Təkrarlanan pozuntu hallarında isə sürücünün Bolt xidmətlərindən istifadə hüququ məhdudlaşdırıla və ya bloklana bilər. Lakin sürücü tərəfindən yuxarıda göstərilən hal baş verdikdə və araşdırma nəticəsində təsdiqləndikdə Boltun şərtlər və qaydalarına uyğun olaraq hər bir imtinaya görə 50 AZN-dək maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur. Həmin pozuntu təkrarlanarsa, sürücünün Bolt xidmətlərini təmin etmək hüququnun məhdudlaşdırılması baş verə bilər.